Rəbb, ya İsa Məsih, ya İsa Məsih, ya Rəbbim. Bizə də müdriklük ver bir valideynə kimi. Biz evladlarımızın könlünü qırmayaq, ürəklərini, qəlblərini qırmayaq. Biz öz məhəbbətimizi, necə sən öz məhəbbətini bizə göstərirsənsə, biz də eynən öz məhəbbətimizi evladlarımıza göstərərək onların ürəklərinə açar tapaq, onlarla mülayim davranaq, onlara düzgün, dürüst sənin kəlamını çatdıra bilək. Həqiqət nə olduğunu çatdıra bilək. İsa Məsihin adı ilə, İsa Məsihin adı ilə, İsa Məsihin adı ilə. Həmişə evladlarınızı qoruyun. Heç kəsin ayaq altına atmayın. Çünki evlad çox Rəbdən gələn bir hədiyyədir. İsa Məsihin adı ilə. Ya Rəbbim, ya İsa Məsih, mən bizim anbarlarımızı, hər bir ailənin anbarını sənə hüzuruna qaldırıram. Ya Rəbbim, hər bir anbarını sən öz sərvətin naminə doldur. Ya Rəbbim, bizim nəyə ehtiyacımız olduğunu, nəyə də ehtiyacımız olmadığını sən daha yaxşı bilirsən. Ya İsa Məsih, hər bir ehtiyacımızı, hər nəyə indi, məhz indi bizə nə lazımdırsa, ya Rəbbim, sən daha yaxşı bilirsən və öz məhəbbətin naminə, ya Rəbbim, bizim anbarlarımızı sən doldur ki, biz də kiməsə əl tuta bilək, kiməsə kömək eləyə bilək. O anbarları biz özümüz üçün deyil, ya Rəbbim, ətrafımızda olan hər biri üçün əl uzadaraq kömək eləyə bilək. Ya İsa Məsih, bizi öz sözündə, öz kəlamında, ya Rəbbim, bərqərar elə, möhkəmləndir. Qoy o kəlam bizim ağzımızda iti bıçaq kimi olsun, ya Rəbbim. Səhv fikirləri kəsən, düzgün olmayan istiqamətləri darmadağın edən, ya Rəbbim, bizə müdriklük ver, ya İsa Məsih, ya Rəbbim. Mən bütün Azərbaycanı sənə hüzuruna qaldırıram, ya Rəbbim. Qoy bir nəfər də səni eşitməyən qalmasın. Qoy hər kəs səni məhəbbət dolu ata olduğunu, sənin xilas yalnız səndə olduğunu, yol, həqiqət sən olduğunu eşitsinlər. Ya Rəbb, ya İsa Məsih, səndən istəyib, səndən dilirəm, ya Rəbbim. Hər bir insanı sən hüzuruna qaldırıram, şəfaya ehtiyacı olan, hal-hazırda, ya Rəbbim, ağrı kəsici istifadə edən, dərmanla yaşayan hər bir insanı sən hüzuruna qaldırıram. Ya Rəbbim, müqəddəs əllərindən toxun, müqəddəs əllərindən toxun, ya Rəbbim. Qoy sənin şəfaxını indi bu saat onların üzərinə tökülsün. Qoy bütün ağrılar getsin. İsa Məsihin o müqəddəs qanını onların üzərinə çağırıram. Qoy rahatlıq gəlsin. Qoy yüksək şəkər öz normasına düşsün. Qoy yüksək təzyiq öz normasına düşsün. Ya Rəbb, ya İsa Məsih, böyrək ağrıları, baş ağrıları tamamilə yox olsun, ya Rəbbim. Qoy bütün bədənə bərpa gəlsin. O bərpa yalnız bizim düşüncəmizə bərpa gəldiyi zaman gəlir. Qoy ən birinci bizim düşüncəmizə, bizim imanımıza bərpa gəlsin ki, bizim sağlamlığımıza da, bizim fiziki bədənimizə də sağlamlıq gəlsin deyənə. Hər şeydən üstün, ya Rəbbim, sənsən bizim üçün. Hər şeydən üstün, hər şeydən üstün. Heç nə bizi səndən ayıra bilməz. Sən olan yerdə deməli hər şeyimiz var. Varımızda, dövlətimizdə, sağlamlığımızda, sevincimizdə. Ya Rəbbim, çünki sən hər şeysən. Hər şey səndədir, ya Rəbbim. Ya İsa Məsih, səni çox sevirik. Səni o qədər çox sevirik ki, nə qədər desək o qədər azdır, ya Rəbbim. Bizim ürəyimizin dərinliyini sən bilirsən. Biz sənə minnətdarıq, ya Rəbbim. Sən var olduğun üçün biz sənə minnətdarıq. Sən o çarmıxı, ya Rəbbim, o çarmıxı yarıb, o çarmıqda hər şey qalib gəldiyin üçün sənə minnətdarıq, ya Rəbbim. Biz sənin məbədinik və sən, ya Rəbbim, bizim içimizdə yaşayırsan və sən bizi özlüyündə qalib elədin. Sən bizə öz ağ libaslarını geyindirdin. Sən, ya Rəbbim, bizə salihliyi geyindirdin, ya İsa Məsih. Biz əslində buna layiq deyildik. Biz əslində, ya Rəbbim, heç bağışlanmağa belə layiq deyildik. Amma sən hər şeyə bizi layiq gördün. Evladımsan belə dedin, göz bəbəyimsən belə dedin.
Sən bizi o qədər yüksəltdin ki öz gözündə, sən o qədər bizi ucaltdın ki öz gözündə, sən bizi öz padşahlığına belə qaldırdın, kahinlərə qədər qaldırdın. Ya Rəbb, ya İsa Məsih, minnətdaram sənə hər şey üçün, sənin məhəbbətin üçün, sənin gözəlliyin üçün minnətdaram. Ya Rəbb, ya İsa Məsih, ya Rəbb, ya Rəbb, səni tanıyıb, səndən üz döndərənləri sənin hüzuruna qaldıram. Ya Rəbbim, bağışla onları. Onlar nə elədiklərini bilmirlər. Bağışla onları, ya Rəbbim. Onlar nəyi qoyub, nəyi götürdüklərini bilmirlər. Ya İsa Məsih, onların ürəklərini aç, onların qürurlarını qır. Ya Rəbbim, İsa Məsih, onların qürurlarını ayaq altına at. Ya Rəbb, ya İsa Məsih, onları təzədən öz evinə döndər. Elə bir güclə, elə bir məhəbbətlə, elə bir istəklə öz evinə onları döndər ki, ya Rəbbim, onlar sənin hüzuruna diz üstə gəlsinlər. Ya Rəbb, yalnız sənsən, səndən başqa hər şey yalandır desinlər. Ya Rəbb, ya İsa Məsih, səndən istəyib, səndən diləyirik. Ya Rəbbim, qoy hər birinin evinin kandarı, üstü, krışası, divarları yalnız müqəddəs ruhla olsun, müqəddəs qanı ilə bürüsün. Ya Rəbbim, qoy biz bütün xəstəliklərdən, pisliklərdən hər zaman uzaq olaq. Sən bizi qoru, ya Rəbbim. Qoy biz hər zaman sənin əlinin ovucunun içində olaq. Sən bizim qalamızsan, sən bizim, ya Rəbbim, sığınacağımızsan. Biz yalnız səndə sığına bilərik, yalnız səndə gizlənə bilərik, yalnız səndə hüzur tapa bilərik, yalnız səndə, ya Rəbbim, sakitləşə bilərik, sevinç tapa bilərik. Sənə hər şey üçün minnətdarıq, ya Rəbbim. Mən subayları sənin hüzuruna qaldırıram, ya Rəbbim. O gözəl balaları, o gözəl evladları sənin hüzuruna qaldırıram. İstər oğlanlar olsun, istər qızlar olsun, ya Rəbbim. Ya İsa Məsih, sənin kəlamın deyir, törüyün, çoxalın. Ya Rəbb, ya Rəbb, qoy sənin kəlamın necə deyirsə, ya Rəbbim, elə də olsun. Qoy o kəlamın onların üzərində bərqərar olsun. Qoy onlara, ya Rəbbim, sən onlara hazırladığın yarım bədənlərini getir. Ya Rəbb, ya İsa Məsih, yarım bədənlərini getir. Ya Rəbb, onlar yarım bədənlərində bütövləşərək səndən yapışsınlar. İki əlli, iki ayaqlı, ya Rəbbim. İsa Məsih, səndə daha da böyüsünlər, səndə daha da ucalsınlar. Sənin adını hər yerdə səs salsınlar. Sənin kəlamın hər yerdə, ya Rəbbim, təbliğ eləyərək, əl-ələ tutaraq gəlsinlər. Bir-birinə dayaq olaraq, bir-birinə kömək olaraq, bir-birini yuxarı qalxmağa kömək eləyərək. Ya Rəbb, ya İsa Məsih, onların gözlərini aç ki, onlar özləri öz yarım bədənlərini görsünlər. Ya Rəbb, ya İsa Məsih, səndən istəyib, səndən diləyirəm. Ya Rəbbim, səndən diləyirəm, ya Rəbbim, səndən istəyirəm. Kreditlər olanların, borcları olanların, ya Rəbbim, sənin hüzuruna qaldırıram. Bu bir lənətdir insanın həyatında, ya Rəbbim. Kiməsə borclu qalmaq, kimdənsə asılı olmaq, ya Rəbbim. Bu lənət buxorundan azad elə öz millətini, öz xalqını, ya Rəbbim, azad elə tamamilə. Necə, nə cür, mən bilmirəm, ya Rəbbim. Amma bir möcüzə elə, ya İsa Məsih. Bu kreditlərdən müqəddəs ruhun vasitəsilə, ya Rəbbim, bizə elə bir məbləğ yetir ki, biz o borclardan tamamilə, o kreditlərdən tamamilə azad ola bilək. Sənin üçün bu mümkündür, ya Rəbbim. Dünyanın sərvəti səndədir. Bu dünyanı sən yaratdın, ya Rəbbim. Altını da, üstünü də. Ya Rəbb, ya İsa Məsih, bizi bu borc buxorlarından azad elə. Ata Tanrım, Ata Tanrım, qoy sənin səltənətin gəlsin evlərimizə. Qoy sənin iradən olsun bizim həyatlarımızda. Ya Rəbbim, gündəlik çörəyimizi hər gün ver. Ya Rəbb, ya İsa Məsih, İsa Məsih naminə bağışla bizə, Ata Tanrım. Ya Rəbbim, iblisin, qaranlıqların, bu dünyanın buxorundan bizi azad elə. Bizi, ya Rəbbim, iblisin tələsinə düşməyə qoyma. Bunun üçün bizə ruh azadlığı ver ki, biz ruhən görə bilək hara getdiyimizi, kimlə münasibət qurduğumuzu, kimlə danışdığımızı, nə danışdığımızı. Ya Rəbb, ya İsa Məsih,
Qoy sənin səltənətin, qoy sənin məhəbbətin, sənin gücün hər zaman bizim üzərimizdə olsun, evlərimizin üzərində olsun. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Sən möhtəşəm Rəbsən, ya Rəbbim. Biz o qədər möcüzələr görürük ki, sən o qədər möcüzələr yaradırsan ki, ya İsa Məsih, sən heç kəsin eləyə bilmədiyini, insanların ağlına belə gəlmədiyi bir şeyləri yarat. İsa Məsihin adıyla bütün evladları sənə huzuruna qaldıram, ya Rəbbim, nitq qüsurlu olan, ya Rəbb, sən ölü sümüklərə həyat verənsən. Sən 4 gündən sonra Lazarı həyata gətirdin, ya Rəbbim, ya Rəbbim. İsa Məsihin adıyla hər bir danışmayan nitqə deyirəm. İsa Məsihin adıyla qoy hər bir dil danışsın, qoy hər bir səs çıxsın, qoy hər bir evlad tam olaraq danışa bilsin, tam olaraq, ya Rəbbim, öz fikrini bildirə bilsin, tam olaraq nitqi bərpa olsun. İsa Məsihin adıyla, İsa Məsihin adıyla hər şey üçün sənə minnətdaram, ya Rəbbim. Sən möhtəşəm Rəbsən, sən gözəl Rəbsən, sən hər şeyə qadir və hər şeyə layiq Rəbsən. Şükürlər olsun sənə, minnətdaram sənə, ya Rəbbim, minnətdaram sənə, ya Rəbbim. Sən möhtəşəm atasan, ya Rəbbim. Halleluya, halleluya.